Hörmətli izləyicilər, mən Ömür Rəsulov. Amarkes Global Work şirkətindən hər birinizi salamlayıram. Bugün sizinlə günləş bazar analizini paylaşacağıq. İlk öncə dollar indeksinə nəzər salaq. Bildiyimiz kimi, hörmətli izləyicilər, dollar indeksində 7 may tarixində alış siqnalı yaranmışdı. Belə ki, həmin günün birinci müqavimət səviyyəsinin qırılması və həmin tarixdən etibarən dollar indeksi 13 maya qədər yüksəlişlə müşahidə edildi. Lakin 13 mayda aşağı yönlü korreksiya etdi. Bunun başlı səbəbi, hörmətli izləyicilər, dünən Amerikada açıqlanan inflyasiya göstəriciləri idi. Hansı ki, inflyasiya proqnoz edilən 2,4%-dən aşağı 2,3% açıqlanmış oldu və təbii bu da dollar indeksində satışlara səbəb olmuş oldu. İnflyasiyanın aşağı açıqlanması eyni zamanda federal ehtiyatların faiz dərəcəsini aşağı çəkəcəyi ehtimalını yüksəltmiş oldu. Əlavə olaraq, hörmətli izləyicilər, hal-hazırda Amerikan istiqraz bazarında yeni də 10 illik xəzinə bondlarının faiz gəlirləri yüksək olmaqda davam edir. 4,37% ətrafındadır. Təbii bu faizlərin aşağı gəlməsi lazımdır, qaçınılmaz olaraq və Trump administrasiyasının əsas hədəflərindən birisi budur. Və belə olan halda təbii federal ehtiyatların faiz dərəcəsini aşağı çəkmə ehtimalı da yüksəlmiş olur. Çünki federal ehtiyatlar faizi aşağı çəkərsə, həm istiqraz bazarında faizlər aşağı gəlmiş olar, eyni zamanda bu dollara da satışları artırmış olacaq. Lakin diqqət etirsəniz, dollar indeksi aşağı yönlü korreksiya etsə də həmin günün, yəni dünən 13 mayın birinci dəstək səviyyəsini qıra bilmədi. Hətta onun altına bağlanmadı. Belə olan halda, hörmətli izləyicilər, biz dollar indeksində hələlik satış siqnalının yarandığını söyləyə bilmərik və bu gün ərzində də dollar indeksində müəyyən mənada konsolidasiya, range ticarəti ola bilər. Gün ərzində bu günün birinci dəstək səviyyəsi olan 100,205 və bu günün birinci müqavimət səviyyəsi 101,46 səviyyəsini qırıb dəstək səviyyəsinin altına və ya müqavimət səviyyəsinin üzərində bağlanmazsa, biz dollarda hər hansı bir istiqaməti proqnoz edə bilmərik. Ondan dolayı, hörmətli izləyicilər, bu gün dollar indeksinin müəyyən anlamda range ticarəti müşahidə edilə bilər. Hörmətli izləyicilər, birgə maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyündə də 7 mayda yaranan satış siqnalı bir mənada hələ də dominantdır və diqqət etsəniz, həmin tarixdən etibarən euro-dollar valyuta cütlüyü eniş trendi ilə davam edib. Dünən yuxarı yönlü korreksiya etməsinə baxmayaraq, həmin günün birinci müqavimət səviyyəsini qıra bilmədi. Əgər bu gün ərzində avro-dollar valyuta cütlüyü bu günün birinci müqavimət səviyyəsi olan 1,12251 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz avro-dollar valyuta cütlüyündə enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, birgə maliyyətimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyündə də 8 mayda yaranan satış siqnalı bir mənada, hörmətli izləyicilər, 13 maya qədər davam etmiş oldu. Lakin 13 mayda diqqət etirsəniz, GBP-USD valyuta cütlüyü həmin günün birinci müqavimət səviyyəsini qırdı və onun üzərində bağlanmış oldu. Bu gün ərzində nə qədər ki, GBP-USD valyuta cütlüyü bu günün birinci dəstək səviyyəsi olan 1,32-106 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz fondda yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Ümumi fonda isə sabah eyni zamanda İngiltərədən birinci rüb üzrə iqtisadi artım açıqlanacaq, yəni ümumi daxili məhsul açıqlanacaq, hörmətli izləyicilər, və ümumi daxili məhsulun 0,6% artacağı proqnoz edilir və nəticə bu göstəricinin üzərində çıxarsa, biz GBP-USD-də yüksəlişin davam edəcəyini söyləyə bilərik. Hörmətli izləyicilər, birgə maliyyətimiz AUD-USD valyuta cütlüyüdür. AUD-USD valyuta cütlüyünə texniki analiz nöqteyi-nəzərdən 7 mayda satış siqnalı yaranmışdı, diqqət etirsəniz. Lakin 13 may tarixində AUD-USD eniş trendini başa çatdırmış oldu və 13 mayda həmin günün birinci müqavimət səviyyəsinin qırılması ilə, qiymətin onun üzərində bağlanması ilə bir mənada alış siqnalı yaranmış oldu. Gün ərzində AUD-USD nə qədər ki, bu günün birinci dəstək səviyyəsi olan 0,63-950 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz AUD-USD-də yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Çünki diqqət etirsəniz, AUD-USD dünən əslində alış siqnalı verib. Lakin bu gün ədalətli qiymət zonasını test etdikdən sonra biz yenidən AUD-USD-də yüksəlişin davam edəcəyini öngörə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz qızıldır. Qızılda da aşağı yönlü korreksiya davam edir. Diqqət etsəniz, 8 may tarixində əslində qızılda satış siqnalı yaranmışdı. Həmin günün birinci dəstək səviyyəsinin qırılmasıyla və qızılın qiymətinin onun altına bağlanmasıyla. Və diqqət etsəniz, həmin tarixdən etibarən qızıl eniş trendi ilə davam edir. Gün ərzində nə qədər ki, bu günün birinci müqavimət səviyyəsi olan 3271 dollar səviyyəsini qırıb, onun üzərində bağlanmazsa qızılın qiyməti, biz qızılda hələlik enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, birgə maliyyətimiz
S&P 500 indeksinin futuresidir. Belə ki, ümumi fonda baxdıqda Amerikan fon indeksi yenidən yüksəliş trendindən başlayıb, hörmətli izləyicilər. Təbii bunun başlıca səbəbi fundamental faktordur. Belə ki, Çin və Amerika arasında ticarət razılaşmasının əldə olunması, belə ki, tarifləri Amerika 30%, Çinə tətbiq etdiyi tariflər 30%, Çin isə Amerikaya tətbiq etdiyi tarifləri 10% salmış oldu. Və eyni zamanda İngiltərə ilə də ticarət razılaşmasının əldə olunması Trump'ın tarif siyasətindən yaranmış bir mənada qeyri-müəyyənlik bir mənada bazarda səngimiş oldu və bundan dolayı bazarlar artıq normallaşmağa başladı və diqqət etirsəniz 8 may tarixində S&P 500 indeksində əslində alış siqnalı yaranmışdı. Belə ki, həmin günün birinci müqavimət səviyyəsinin qırılması ilə və qiymətin üzərində bağlanması ilə. Diqqət etsəniz, həmin tarixdən etibarən S&P 500 indeksi yüksəlişlə davam edir. Dünən də inflyasiyanın aşağı açıqlanması, gözlənilənin altında açıqlanması eyni zamanda federal ehtiyatların faiz dərəcəsini aşağı salma ehtimalını yüksəltmiş oldu. Ki, hansı ki, bunu bir öncəki videomuzda da qeyd etmişdik ki, əgər federal ehtiyatlar faizi aşağı salması ilə bağlı hər hansı bir işarə olarsa və ya müsbət açıqlama verərsə, bu səhəm bazarına daha da bir mənada müsbət təsir etmiş olar və diqqət etsəniz, səhəm bazarı hal-hazırda yüksələn trenddə davam edir. Gün ərzində qədər ki, bu günün birinci dəstək səviyyəsi olan 5851 dollar səviyyəsi qırılıb, onun altına bağlanmazsa, biz S&P 500 indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Ümumi fonda isə, hörmətli izləyicilər, təbii səhəm bazarı daha çox fundamental faktorlar əsasında hərəkət edir və Trump'ın açıqlamaları və yaxud da ki, ümumiyyətlə dövlətlər arasında olan ticarət razılaşmaları hər an səhəm bazarına təsir edə bilər. Hal-hazırda qeyd etdiyimiz kimi texniki analiz nöqteyi nəzərindən bugünkü birinci dəstək səviyyəsi qırılmazsa, biz S&P 500 indeksində hələlik yüksəlişin davam edəcəyini öngörə bilərik. Hörmətli izləyicilər, bugün sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.